Vaxtı keçmiş kredit borcunuz var, elə isə qulağınız bizdə olsun. Bank of Baku'dan sizə özəl bir xəbərimiz var. Bank of Baku Prezident İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı fərmanın ikinci mərhələsini, problemli kreditlərin restrukturizasiyasını uğurla davam etdirir. Vaxtı keçmiş kredit borcları olan müştərilərimiz bu ilin sonuna kimi bankımıza yaxınlaşaraq ölkə başçısı cənab İlham Əliyevin problemli kreditlərin həlli ilə bağlı imzaladığı fərmanın verdiyi üstünlüklərdən faydalana bilərlər. Belə ki, fərmandan faydalanan müştərilərimizin restrukturizasiya zamanı vaxtı keçmiş kredit üzrə olan faiz və cərimə borcları silinir və kredit müqavilələri illik 1% ilə 5 il müddətinə komissiyasız şərtlərlə yenidən rəsmiləşdirilir. Üstəlik, bu müştərilər ilk 12 ay yalnız faiz borcunu ödəyərək əsas borcun ödənişinə 13-cü aydan başlaya bilərlər. Odur ki, müştərilərimizi 30 dekabr 2019-cu il tarixinə kimi bankımıza dəvət edir və bu güzəştdən yararlanmalarını tövsiyə edirik. Qeyd edək ki, fərmandan faydalanan fiziki şəxslərin krediti problemli kredit siyahısından çıxarılacaq, məhkəmədə olan işlər geri çağırılacaq və müştərilər yenidən kredit əldə etmə imkanı qazanacaq.